Səni belə patxod ediblər. Salam xanım, tanış olmaq olar. Bulvarda hər gün. Bir də şey olur deyə belə kimsə keçirdi yanından başlayırdı. 055. Ay, ən sevdiyim. Əzbərə belə bir ki, oturub yazacağıq da. Hə. Ona görə sən Bəzən də ona görə spesialiniz o zirkali nömrələr alırdı da hə, insan. 35-35. Ya, o yadımdadır. Var idi. 305, 3005. Çox pis tanış olma yöntəmi deyil o. Ümumiyyətlə Azərbaycanda çox nadirən görə bilərdin ki, kimsə belə yaxınlaşır Nəsə sənə, ağıllı bir yolla sənə yaxınlaşır, səninlə tanış olur. Əslində çox şey olurdular belə, çox cringe olurdular böyük əksəriyyəti. Yəqin ki biz də 17, 16, 18 yaşlarımızdaydı. Çox kobud olurdu bəz o şey. Bizə kimsə yaxınlaşanda, hə. Niyə? Sən kobud olmurdun? Mən elə bir şey özümə elə aparım, belə heç kəs yoxdur, belə bir ruhlar gəzirdi ətrafımda belə. Sifətim belə şey alırdı, meyit sifəti. O qədər yazıq biz bilmirdik ki, bu normal bir şeydir, kimsə kimlənsə tanış olmaq olar. Əslində, amma biraz da şey var idi da, çönüb yox desəndə yapışırdılar zəli kimi. Mən elə dalğalara da çox girmişəm, amma məsələn ki, şəhərdə gəzirsən, tutaq ki, qaqaşlar gəlir, patxod eləyir, sonra sənin dostların onlarla dava, hamı Targovun yerdə belə sürüklənir. Çıxmışdıq əyləməyə halbuki. O yaşlarda hər şəhərə çıxmağımız bir peşmançılıqla bitirdi. Nəysə, yenə gəlmişik həftəlik Zosilər dozamızı almağa. Biz öz dozamızı və siz də öz dozamızı alasınız deyə gəlmişik. Bu həftə yorucu bir həftə oldu bizim ikimiz üçün də. Üzümüzdən də yəqin ki, üz ifadəmizdən də yəqin ki, bəllidir ki, özümüzü zorla daşımışıq bu kreslolara. Elədir. Amma nə qədər yorğun olsaq da bu prosesdən birinci gün qədər əylənirik və həzz alırıq. Sadəcə, həzz alırıq dedim mən. Həzzlə zövq fərqli şeylərdir. Yox, demək. Həzz daha şey səslənir, hə? Həzz. Yox, mən prosta niyəsə belə ekstradan bir cümlə deyəsim gəldi. Hərdən belə o sinxron da olmur. Məsələn, bilsən nə olur ikimizdə də? Sən başlayırsan orada fikirləşməyə Azərbaycancasını. Mən buradan sənə support üçün, amma o an sənin o birisi söz alır. Overlap. Ayda mən bugün bütün günü belə sözlər işlədəcəm Zosi. Orada yazdığım sözlər. Negative prompts, positive prompts. Gətir Zosi. Evdə elə danışıram, inanırsan. Birazdan səndə şey olacaq. Ona nə deyirlər? Professional travma, nə deyirlər ona? Evə iş gətirməkdə, o elə bir şey. Sən zaten iş evdədir də. Evdə də işdə evdədir, evdə də işdir. Evə ev gətirmək, hamısı ev. Ona görə biz burada söhbət edirik ki, biraz başımız açılsın, biraz həyatın reallıqlarından uzaqlaşaq və söhbət edirik özümüz üçün. Heç bir ciddiyyəti olmayan söhbətlər, əvvəldən disclaimer. Disclaimer, bəli. Bu disclaimer'ı bəzən unuduruq deməyə, amma deməkdə fayda var. Çünki bəzən insanlar dediyimiz bir çox şeyləri aşırı ciddi qəbul eləyir. Hər şeyi çox ciddi qəbul eləmir. Əyləncə podkastıdır. Əyləncə podkastıdır. Öyrədici ya da nə bilim, həyat dəyişir. Özümüz heç də çözməmişik. Sizə də nəsə öyrədək. Bir yerdə söhbət eləyərək, fikirlər yürüdərək, nələrəsə gəlib çıxırıq. Bir dənə bilsən nəyi demək istəyirəm? Bizim bir çox bütün videolarımıza şərh yazan dostlarımız var və bizə onlar çox maraqlı gəlməyə başlayıb. Ona görə fikirləşdik ki, öz aramızda bunu danışdıq ki, siz öz haqqınızda belə qısa adınız nədir, hansı şəhərdən bizə baxırsınız, daha nə bilim hobbiləriniz nədir, maraqlarınız nədir? Özünüz haqqında qısa bir. Biz də sizi, çünki siz bizi hər cür tanıdınız. Biz də sizi tanıyaq. Düzdür, siz bizlə bağlı rəylər yazırsınız deyə çox sevinirik, amma sizin kim olduğunuz həm də mənə elə gəlir ki, Zosiləri izləyənlər arasında da bir community hissi olar, hamı da bir-birini tanıyar. Mənə gəlir artıq hətta o hiss var. Hər dəfə eyni insanların feedbacklərini oxuyanda biz artıq o hissi yaşayırıq Zosi ilə. Mənə gəlir siz də comment section'a gedəndə artıq eyni insanların kommentlərini oxuyursunuz. Mənim videolarda baxmaqdan daha böyük pleasure'ım onların altındakı kommentləri oxumaq olur normalda. Ona görə əgər siz də mənim aid olduğum kateqoriyaya aidsinizsə, orada həmişə o eyni insanları görürsünüz. Yəni ora belə öz fikirlərinizi bildirə bilərsiniz deyə düşünürəm. Çox sevinərik. Bəlkə də bunu kimsə istəmir, mən niyə belə bir şey deyirəm? Nə dedin? Qulaq asmırdınız. İstəyirəm də biz bu gün şey olacaq. Zona out oldum. Biraz uçacaq. Zona out oldum. Sən qulaq as. Çünki bu hissədə şey danışırıq. Rəylər, abunə olun. Ona qulaq asmırıq.
Beyin eliminate eləyir. Beyin This is deyir ki, useless information. bu məlumatı da yükləmə. Amma mənim də o məlumata geri dönmək şansım yoxdur Zosi. Çünki çox uzaqlaşdı. Çünki dedin və getdi. O getdi, qaldı orada. Rəhmətinə. Hər nə dedimsə, ürəkdən dedim onu. Əsas odur, əsas məsələ odur. Bugün bir neçə belə psixoloji hallardan istəyirik danışaq. Gördük ki, sizə də maraqlı olur belə terminlərlə filan tanış olursunuz. Biz də hansısa terminlərlə tanış olub burada istəyirik onun üzərində dəyərləndirək və öz aramızda da fikirləşək ki, biz hansıyıq. Okay. Məsələn, imposter sindromu haqqında istəyirəm başlayaq danışmağa. Deməli, imposter sindromu nədir? Sindrom samozvançadır deyəsən ruscası. Azərbaycanca sən nədir o Zosi? Şərəfsiz. Yo, ağlıma gəldi onun Azərbaycancası. Nə olsun, maşennikam da. Maşennikam da, maşennikam. Adam öldürməmişəm ki, pul oğurlamışam da. Maşennikam da, maşennikam. Yəni ki, daha çox sindromu belə açıqlamaq olar ki, sən nəyisə nail olursan həyatda, uğur qazanırsan da. Amma bunu həmişə düşünürsən ki, mən bunu layiq olduğum üçün olmadı da, ya şansım gətirdi, ya nə bilim, filan kəs nə yaxşı insandır, məni işə götürdü. Yəni bu sənin bəxtim gətirdi. Sənin uğurunu aşağılamaqdır. Təkcə uğur yox. Self recognition. Hə. Biraz ona uyğundur. Self recognition. Elə bil ki, sən özün öz uğurunu recognize eləmirsən. Hə. Həm uğur, həm nə bilim talantın ola bilər bu. Və yaxud məsələn gözəlsən, amma kimsə sənə deyir, o türklərdə var o nəyə gül, yenə bu gözəl sözünü eşidəndə həyəcanlanır. İlahi. Bu qızda точно imposter sindromu yoxdur, 100%. Bu belə bir misal. Necə olmur və belə olmur. Maraqlısı odur ki, iminin gözəllikdən Zosi danışanda mən həmişə belə hiss eləyirəm. I swear to God. Çünki sən mənə inandırdın da, yəni ki, mən inanmaya yaşadım bütün həyatım boyunca. Birdən sən mənə sən inandırdın. imposterumu qırmışam Sən deməli. mənim imposterumu qırmısan. Nə gözəl. Yeah. Hə, məsələn o türk dilində o ifadə var. Biri sənə deyəndə ki, sən gözəlsən, qarşılığına deyirlər, o sənin gözlərinin gözəlliyi. Bu məsələn imposter sindromudur, yəni ki, yo mən gözəl deyiləm. Yəni bunlar onu kübar olmaq üçün eləyir də, amma eyni zamanda da sən recognize eləmirsən məsələn. Ümumiyyətlə Zosi, onu bir də mən bilirsən nə ilə bağlayıram. Bəlli yəni dövrə qədər elə bil insanlar ümumiyyətlə kompliment qəbul eləməyi bacarmırdılar. Kimsə sənə deyəndə ki, məsələn, nə gözəlsən, insanlar ona təşəkkür edirəm, çox sağ ol deyib keçə bilmirdilər. Ay yox, bu bilirsən əslində bu belə deyil, elə deyil, belədir. Elə bil ki, o aşırı təvazökarlıq hissi var idi insanların hamısında. Məsələn, bizim valideynlərimizin elə gəlir. Niyə elə var idi bilmirəm, amma heç kim özündə onu recognize eləmirdi. Heç kim deyə bilmərəm. Aşırı təvazökarlıq var idi elə bil. Hə, yəni ki, etiket olaraq. Əslində bəlkə də o yoxdur. Etiket olaraq, hə. İçində düşünür ki, dünya gözəldir, amma yox, bunu da orada deməyim. Hə. Nəsə, imposter sindromu, o səndə var Zosi səncə nədəsə imposter sindromu? Imposterum dedim. Imposterum. Imposterum nə idi? Imposter. Imposter sindromu məndə indi hal-hazırda var, yox düşünüm, amma olubdu. Mənə elə gəlir hər şey uclarda yaşadığım üçün məndə ya imposter sindromu olur, ya da ki o narsistlik dərəcəsində recognition-a ehtiyacım olur. Mən bir şey eləyirəmsə, hamı deməlidir ki, Aysel bunu elədi, halal olsun. Qoyacağım bura. Hər epizod bir dənə alqış Zosiyə gəlməlidir də. Görürsünüz, narsistliyin daha bir ritualımız olub. Amma olub məndə. Hansısa bəzi şeylərdə məsələn olubdu ki, o recognition özümə verməmişəm və düşünürəm ki, bu çox yanlış bir şeydir. Elə bil yanlış bir şey də deməyim, biraz o sürüdən seçilməmək qorxusu bəzən var. Mənə elə gəlir ki, o recognition da özünə verməyən insanlar bəzən çox seçilməyim, çox danışılmayım, çox görülməyim şeyi də var. Onu da yaşayırlar ki, o imposter sindromu olaraq o recognition özlərinə vermirlər, validation kimi. Imposter, validation, recognition. Çox üzr istəyirəm. Amma maraqlısı da odur ki, belə bir statistika da var ki, güya imposter sindromu olan insanlar daha çox uğur əldə eləyir, daha successful olurlar. Daha humble'dılar da Zosi ona görə. Həm də daha belə məqsədli və durmadan belə nəsə eləyirlər. Yəni ki, əslində bacarıqları çox yüksək olur, amma
bunu görməsələr də bu elə bil onların uğur qazanmasına da mane olmurmuş. Məsələn, mənə bu qəribə, mən elə bilirdim nə qədər özgüvənlisənsə, o qədər uğurlu olursan. O məncə özgüvənlə ilgili deyil. Məsələn, o kakras da ki, özünə çox güvənən insan hansısa uğurunu başqa bir şeyə bağlaya bilər. Özünə çox güvənməyən və o recognition-a dəlicəsinə ehtiyacı olan insan mənim üçün self-confidence daha aşağı insandır. O elə bil daha çox görülmək istəyir, o ehtiyacı özündə daha çox duyur. Amma onu görməyə ehtiyac duymayan insan mənə nabarot daha confident gəlir, belə düşünürəm. Amma o adamlarda özgüvən yoxdur da. O elə bilir ki, bütün uğurlarını mütləq başqa bir səbəbdən. Ya da doğrudan da təvəzzökardır, humble'dır. Cəmaata deməklə ilgili o içində buna inanmır. Özgüvənli insan içində öz talantlarının fərqində olan insandır. Bəlkə içində inanır, amma üzdə çox demir. Terminin adı, açıqlaması odur. Dəyişək, açıqlaması. Sərtdir. Wrong. Dəyişin. Psixoloqlar adını dəyişin o. Dəyişin, mən buna razı deyiləm. O da məsələn mənə maraqlı bir şey. Məndə məsələn bunun şeyi uşaqlığında olub. Okay. Çox maraqlı rəylərdə yazın da, aranızda belə insanlar olub. Mənə elə gəlir ki, belə bir şey olub çox bəzi insanlarda. Səndə olub Zosi? Tell me. Məsələn, uşaq vaxtı qonaq gedirsən kiminsə evinə. Hə. Və uşaqla da tutaq ki, vaxt keçirtməyə, oradakı qızla, rəfiqənlə. Və birdən anası başlayır evdə nəsə axtarmağa və o itib. Və gəlir qızından soruşur ki, filan şey hardadır? Mən həmişə elə bilirdim ki, onu mən götürmüşəm. Məndə belə psixoloji deyim, görəsən mən götürmüşəm. Və yaxud da indi fikirləşəcək ki, mən götürmüşəm. Hə, yəni fikirləşəcək və özümdən şübhələnirdim. İlk şübhə özümə gəlir. Çünki mən elə bil ki, patsazdan şuuraltı hiss edirdim ki, mən burada ekstrayam və nəsə olsa məndən şübhələnəcək. Və birinci özümdən həmişə şübhə. Pul var idi, indi yoxdur orada. Hardadır o? Ya da bu nə səsdir olanda elə bilirsən ki, sən səs çıxartmısan və uşaq vaxtı o da yəqin ki, qeyri-sağlam bir çevrədə olanda, məsələn kimisə evindəsən və anası tutaq ki, toksikdir filan, sən uşaq olaraq onu hiss edirsən və onun evində özünü belə şey hiss edirsən də ki, yəqin mən elədim, tutaq ki, deyir, bu nə buralar dağılıb, deyirsən, yəqin mən dağıtdım da, bildin. O yaşlarda o məndə var idi. Sonradan yoxdur. Məndə bilsən nə var? Tam əksi. Bunu o dəfə deyəsən Pelevin-də oxudum, yadıma gəlmir, harda oxudum. Ya da ondan əvvəlki o kitabımızda, Trustda. Deyir ki, belə də insanlar var ki, məncə bizim ikimizdə də var. Uğursuzluq ya da işsizlik, bir şey yaşayanda başqa ətrafdakı bütün atributları günahlandırır, özündə günah görür. Biz yəni nəsə fail elədik, Merkuri retrograd. Yəni biz yazıq özümüzdə Merkurinin xəbəri olsaydı mənim həyatımda gedən nə qədər şey ona görədir. Hə, Mars belə çevrilib. Yəni tək ki özündə görməyəsən. O var məndə məsələn, mən onu görürəm ki, mütləq ətrafdakı şeydir, problem məndə deyil. Çox asandır da, o ilə kop eləmək o an çox daha asandır. Bəlkə də. Hə, yəni o sənin elə bil coping mexanizmına çönür. Əslində mən belə yox, bu belə olardı. Prosta məsələn bileti səhv alırsan, o gün səndən bilet haqqında danışırdı. Gör bu da bir sindromdur. Yəqin ki bunun bir adı var, araşdırmadın mı? Kasıb psixologiyası. Kasıb psixologiyası deyə bir sindrom var, ondan danışacağıq indi. Bu arada məncə 100% var kasıb psixologiyası. Var. İnanıram vardır. Deməli, ondan danışırdıq ki, Zosi nəsə sənət doldururdu son bir neçə gün ərzində. O heç ondan danışmıyaq. Və o qədər təlaşın içindədir ki, yəni o an məsələn orada yazır ki, name, last name, deyir mənim adım nədir? Yəni o dərəcədə stres keçir. Var sizin aranızda mən deyim də bürokratik kretinizm var da, yəqin topografический kretin varsa, bürokratik kretin də mənəm. Mən də topografik kretinəm. Nə yaxşı tapışmışıq həyatı. İki də kretin. Mən səni gəzdirim, sən də mənim formlarımı doldur. Mükəmməl. Form doldurmaqda mənim üstümə yoxdur. Sən ondan zövq alırsan. Zövq almasam da o iş mənə çətin gəlmir. Məsələn, sənin kimi özümü itirmirəm. Mən adımı unuduram, ad günümü unuduram. Kiminsə anamın ad gününü unuduram. Yəni ki, məsələn, onun vizasına başvururamsa, o mənim yəni ki, həyatımdan həyat gedir də. Amma səninlə şeir elədiyimiz o hiss var ki, samolyota bilet alırsan.
Və o an elə bir stres keçirirsən ki, ayda indi nəyisə səhv eləyəcəm. Elə bir experience heç vaxt olmayıb deyil ki, samolyota bileti alım və nəyisə səhv yazım, yaşamamışam onu. Amma o an o qədər həyəcan keçirirəm. Yəni bahalı biletə də o həyəcanı keçirirəm. Ən ucuz biletə də o həyəcanı keçirirəm ki, indi nəyisə səhv eləyəcəm. Bax bunu da deyirsən kasıbçılıqdır. Bu yəqin ki, kasıb psixologiyası, həm də yəqin ki, sən də o dəfə dedin ki, biz daha gec yaşlarda başlamışıq uçmağa da. Yəni 20-lərdə başlamışıq uçmağa və o vaxt Bakıda nə bilim uçmaq daha böyük bir şey idi də. Yəni skandal. Şok. Uçursan. Aysel uçur. Hə, və o bilet yəni ki, o qədər bir şey idi. İndi onu telefonla 5 dəqiqədə eləyəndə mən beynim heç vaxt risk eləyib telefondan bilet almaram. Mən telefondan alıram. Amma məsələn necə də Zosi, əvvəllər biz gedirdik, nə bilim Kaspian Plazanın neçənci mərtəbəsində turistik şey. Agent. Hə, belə kağızda belə o vaxtları yaşamışıq biz. Yox, bilet belə şey idi. 3-4 qata qatlanan bir şey. Onu da itirmək qorxusu. Hə, onları belə pasportun içinə. Yəni onu yaşamışıq deyə. İndi yəni mən biz Sərxanla həmişə travel eləyəndə Sərxan hər 5 dəqiqədən bir elədiyi bir dənə jest var. Pasportlar. O məndə indi də var. Pasport. Mən hər 5 dəqiqədə bir pasportuma baxıram. Deyirəm də o vaxtdan qalan bir şeydir deyə o trivogada içimizdə onu heç cür yenə bilmirik. Sizdə də var belə. Və Zosi demişdi məsələn burada Miami-yənəm $70 da bilet. Bir şey deyil. Böyük bir pul deyil də bizim gündəlik xərcimiz qədər şeydir. Yəni batsa yanmazsan. Amma elə həyecanlanıram. Elə bir bu $7000-dir. Yəni mən bu bileti səhv alsam, dünya nəmdi yanacaq da. Yanımdakılara yoxladıram. Gör adımı düz yazmışam, gör familiyamı düz yazmış. Ya orada da 3 dənə data lazımdır da, heç lazım. Niyə bu qədər həyecan? Pasport bilgilərini yazırsan, adını, soyadını yazırsan. Nəyin həyecanını yaşayırıq ki biz? Reys şey eləyirsən. Mən mama gilə bilet alırdım bu yaxınlarda. Oy da canımdan can getdi. 2 dənə bilet Bakıya. Bilirəm. Yəni ki, öldüm, dirildim o biletləri alana qədər. Bu da sizdə varsa bizlə paylaşın mütləq. Zosi, istəyirəm həm də bilirsən nə haqqında danışaq. Bu özündə mənfi görməyən insanlar. Əslində bax o tam imposterın qarşısında duran insandır da, hansı ki heç vaxt özündə mənfi görməyən insandır. Amma bu şeylə ilgili deyil də. Məsələn, bu xarakterlə ilgili də yəqin ki, hə? Yox, bayaqları məsələn deyək ki, həyatımda nəsə baş verir, Merkurinin o situational bir şeydir. Amma məsələn özümün mənfilərimi sayım bu dəqiqə. 100 dənə mənfi sayaram çox rahat, heç düşünmədən. Amma elə insanlar da var ki titraları söndürəyəm. Titraları söndürüm. Alınmır. Alınmır. Nədir o? Onda sən denən. Yox, sən girişi sən elə. Girişi mən eləyim. Doğrudan elə insan, mən buranı kəsməyəcəm artıq. Kəsmirik, nəyi kəsəcək? Hansısa mən kəsmirəm, bu dəfə sənin kəsmərəm aşkım. Heç nəyi kəsməyək. Heç nəyi kəsmə. Bax olduğu kimi ən çılpaq halımızla qarşınızdayıq. You wish. Məcazi mənada. Yəni mənə elə gəlir ki, əsasən o tip insanlar bəzən özlərinin də xəbəri yoxdur ki, onlar gözlərindəki o ruslar demiş brivnonu görmür, başqasının gözündəki brivnonu görmür, başqasının çöpü görür. Sənin gözündəki çöpü görür, öz gözündəki budağı görür. Nəfis səsləndi. Zaten brevno nə mənasız misaldır. Gözə brevno girər. Ruslar məcazi. Məcazidə. Niyətu takova, elə belə bir şeydir, yəni deyirlər. Frazeoloji birləşmə. Frazeologический оборот deyil, yox. Bu şeydir, metafordur. Danışdıqca batıyorum. O tip insanlar elə bil ki, həqiqətən də özlərindəki mənfilərin doğrudan da mənə elə gəlir ki, fərqində olmurlar və həyatlarında baş verən və yaxud ətraflarında baş verən любой situasiya, hər hansı bir insan olan bütün münasibətlərində həmişə onlar günahkar olaraq qarşı tərəfi görürlər və özləri o qədər inanırlar ki, həqiqətən bütün səhv qarşı tərəfdədir. O leveldə inanırlar ki, özlərində heç bir səhvi görmürlər Zosi və bu mənə biraz sağlıqsız gəlir. Mənə də elə gəlir ki, yəni belə bir fikir var da, hər konfliktdə mütləq iki tərəf də səhvdir və bunu qəbul eləməyən insan mənə elə gəlir ki, o narsisizmin ən birinci şeyidir, yəni alarmıdır da ki, bu insan hər hansı bir situasiyada əgər tamamilə yəni mələk olduğunu düşünürsə, o insan yəni sən dediyin kimi özündəki mənfiləri qəbul eləməyən insandır. Səncə bu insanın özündə dəyişə biləcəyi bir şeydir? Yəni bu insanın
yəqin ki, sosial həyatına çox pis təsir edən bir şeydir. Çünki sən həmişə özünü inandıranda ki, ən düzü mənəm, ən həqiqət mənəm. Bir də baxırsan ki, düzsən amma təksən. O artıq səni biraz tənhalaşdıra biləcək bir şeydir. Bir də zosi passiv-aqressivlər var. Belə bir fərq var. Ən sevdiyim. Passiv-aqressiya var, bir də var mikroaqressiya. Bunlar güya ki, iki fərqli şeydir. Mikroaqressiya bilsən nədir? Elə o bizim o dəfə podkastlardan birində danışdığımız ki, saçını kəsdirmisən, güya ki, yəni yaxşı şey deyir, amma pis şey deyir. Bilmirsən. Məsələn deyir ki, nə oldu evlənmirsən, yaşın keçdi məsələn. Buna mikroaqressiya deyilir və bu bizim mən elə gəlir ki, mədəniyyətdə çox olunan bir şeydir, bizə də çox olunan bir şeydir. Bəzən məsələn zarafat eləmək də normal bir şeydir. Mən məsələn dark humora da, yəni qara humora inanan insanam və sevirəm qara humoru, amma elə də ola bilər ki, sən mikroaqressiya edirsən o insana qarşı, amma onun məsələn ən həssas olduğu bir travması üzərindən eləyə bilirsən də və o güya ki, yaxşı niyyətləndir. Amma ətdiyən sən ona məsələn kimdirsə tutaq ki, çəki yığma problemi var. Bu onun ən böyük kompleksidir. Və yaxud da çəki atma problemi var. Və sən gəlib ondan zarafatla tutaq ki, nə bilim də, maşallah yanaqların nə şey olub deyirsən və başa düşdün, yəni güya ki, yaxşı dedin. Amma sən bir dənə söz deyim, biraz necə deyim ki, belə kobud səslənməsin, rastamoşkam olmaya bilər bəzi situasiyalarda və həqiqətən də pis niyyətlə deməyib, amma elə bir şey deyə bilərəm və onu passiv-aqressiv olduğum üçün və o mikroaqressiya göstərmək üçün də eləmirəm. Sadəcə fərqində deyiləm ki, çox da yaxşı bir şey demirəm o an. O məndə çox nadirən olur. Yəni indi hal-hazırda filtrdən keçirdim. Başqa insanlarla danışanda fikirlərimi, amma elə bir şey də mənim olub başıma gəlibdi ki, hardasa nəsə demişəm. Əminəm ki, və sonra demişəm, ay, gərək mən onu orada deməzdim. Yəni ki, belə tez nəsə deyirsən, sonra birdən deyirsən ki, bəlkə bu bunun hansısa dilim beynimdən daha tezdir. Deyir, sonra fikirləşir. Yəni o mənə elə gəlir ki, biraz daha bir şeydir də. Səviyyə olaraq daha light bir şey. Azərbaycanca danışa bilmirəm mən bugün. Daha zərərsizdir. Daha zərərsizdir, amma bu yenə də yəqin ki, ehtiyatlı olmaq lazımdır. Amma məni tanımayan insan anlamaz da ki, mən zərərsiz bir approachla onu deyirəm. Məsələn, o nə bilsin ki, mən necə insanam və yaxud nə bilim, sən onu yaxşı niyyətlə desən belə, o insanın çox hört eləyə bilən bir şeydir. Ya da nə bilim ki, hətta tutaq ki, evlənməyənlərə bunu çox deyirlər, ya da uşağı olmayanlara belə zarafata salıb o bizdə var, o bir şey yoxdur. O da bir mikroaqressiyadır yəni. Çünki sən əslində bəlkə o adam oradan olmur və nə bilim bunun hansı sağlamlıq səbəbi var və bu gecə-gündüz bu şeyin içindədir. Bilə bilmərsən. Və sən gəlib onu elə yadına salırsan, çox yaxşı bir şey deyil, yəni ki, bunu biz də çalışırıq öz həyatımızda daha az eləyək. İndi demək olar ki, yəni son zamanlarda elə bir şey xatırlamıram ki, kiməsə nəsə deyim. Bəlkə nə bilim demişəm, amma fərqində olmamışam, amma yəni filtrdən keçirib nəsə də danışmağa çalışıram, amma əvvəllər mənim başıma çox gəlirdi o. Zosi. Deyirdin belə nəsə fiziki appearance-la zarlamalı. Məsələn, bizi çağırmışlar qonaq. Deməyəcəm harda, çox belə revealing olmasın. Və adam başladı bizə göstərməyə necə evini qəşəng remont eləyibdi. Və mən o an beynimdə bir şey fikirləşdim, amma dilimdə başqa şey dedim. O qaldı ki, buranı görürsünüz, buranı da mən özüm eləmişəm. Mən qayıtdım dedim ki, doğrudan bilinir. Yəni güya ki, demək istədin ki, autentik olduğu görünür. Yəni siz bunu özünüz eləmisiniz də, yəni passionunu göstərir orada dedim bilinir, amma o elə çıxdı ki, güya bilinir əldə qayırmadı ki, biz əzləndi. Elə çıxa bilər 100%. Sonra gəldi Sərxan məndi ki, niyə elə dedin? Remont deyir, pis olunmamışdı, elə niyə dedin? Dedim, mən onu demək istəmirdim. Heç o an onu dediyimin fərqində də olmamışam ki, onu deyərək o insanı hört eləmişəm. Zaten hamısı bunlar üstümüzdəki kültürel kodlardır da. Yəni çıxır da sən oradan gəlirsən, əhatəndə eşitdiyin dil budur, yəni başa düşürsən. O çox normaldır ki, birdən deyirsən, podsoznательно mikroaqressiya var məndə. O mikroaqressiyadır sən o elədiyin şey. Başa düşdün? Onun adı odur, amma bunu eləyən. Amma mənim intention model necə mikroaqressiya ola bilər?
Zaten mikroaqressiyanın intentionu yaxşı olaraq yenə də o insana ziyan vurmaqdır. Məsələn, sənin intentionun yaxşıdır deməkdir ki, biraz arıqla da, tutaq ki, doğrudan o adamın sağlamlığını xeyirdir, amma onun psixologiyasını, yəni sən tamamilə çökərtib evə gedib mən də remont elədim, yəqin ki, günahlayım. Mənim remontum yaxşı deyil. Yəni o elə bir şeymiş güya ki. Amma passiv aqressiya məni daha laf soxmaq. Məsələn, mən mikroaqressiyadan rahatsız olmaram. Çünki yəqin ki, həmişə dediyimiz kimi özümüzlə bağlı çox şeydən barışıq olduğumuz üçün. Yəni nəyimlə məzələnsələr də çox takılmaram ona. Özüm məzələnirəm. Ay sağ ol. Yəni ki, okey, sən belə düşünürsən, good for you, good job, başa düşdün. Amma passiv aqressiya mənim insanlarda ən sevmədiyim. Mən də çox sevmirəm. Ən məni rahatsız edən, narahat edən. Bir də burada normal həyatda da Amerikada mən onu çox görmüşəm, o passiv aqressiyanı. Məsələn, gedirsən hansısa nə bilim quruma və yaxud nə bilim hər nə ilənsə ilgili də burada insanlar o passiv aqressiyanı çox göstərirlər. Gülə-gülə, nice ola-ola, güya bu çox nice-dır, amma əslində görürsən ki, o nice ola-ola sənə bir söz deməyə çalışır da. Mən onu burada çox görürəm. Passiv aqressiya tam odur bilməyənlər üçün. Yəni sən kimlənsə hansısa bir aranızda bir konflikt var ya da söhbət var və sən o söhbəti ciddi formada deyə bilmirsən ya da şey eləyə bilmirsən, yəni ki, istəmirsən də bu mövzu müzakirə olunsun, amma kinayə ilə belə deyirsən və belə elə bil ki, laf soxursan və yaxşı bir anda eləyirsən. Biri var ki, tutaq ki, gəlirsən ki, Zosi, məsələn, bu mövzunu gəl danışaq da, bu mövzuda məni sən narahat elədin, gəl bir bu mövzunu danışaq. Bir də var ki, belə çox yaxşı bir anınızda, yəni sən gözləmədiyin anda, sən də onu belə eləmişsən. Sən də bunu sən də onsuz da belə insansan da, məsələn, və bunu güya ki, gülərək, amma yəni çox ilan tərəfdən eləmək. Əslində o lafı soxdun. Mən məsələn daha çox insanları sevirəm. Belə gəlsin məndən dalaşsın. Gəlsin məndən belə qışqırsın üstümə ya da ki, nə bilim də haqqını tələb eləsin. Whatever da, yəni ki, amma mən passiv aqressiya eləmişəm. Kimə? Sən də nə desək, hamısı səndə var zaten. Gözəllik desəm məndə. Gözəl dəri desəm məndə. Hər terminə bir mövzun var. Məsələn, məni çox məndə bilirsən nə xüsusiyyət var Zosi? Məni nəsə hört eləyər, kimsə məni hört eləyər. Bəlkə o an gedib ona demərəm ki, sən məni hört elədin. Onun vaxtı gələr, mən ona bir passiv aqressiya sancımı verərəm. Mənə heç vaxt passiv aqressiv olmamısa ya da mənim yanımda kiməsə. Səninlə mən o leveldə olmamışam da heç vaxt. Yəni bizim aramızda heç vaxt elə bir şey gözünüz dəyməsin. Pajalosta. Bura bir dəqiqə göz muncuğu qoyarsanız. Amma olubdu ki, yəni passiv aqressiya ilə bildirmişəm. Yəni yeri gələndə o sözü demişəm. Məncə hamı eləyir onu. Biraz düşünsən, sən də yadıma düşərsən. Zosi, mən xoşduram belə alnına deməyi ki, mən səndən bağlı belə düşünürəm. Yəni zarafata salıb deyə bilərəm, amma passiv aqressiv o deyil də, başa düşdün? Passiv aqressiv o temanı gəl danışmayaq, amma lafımı soxdumdu. Mən amma yəni zarafatla da desəm, tutaq ki, nə isə, amma istəyərəm onu danışılsın və o belə açılsın və rahatlayım ki, bu mövzu danışıldı. Biraz passiv aqressiya o laf soxmaqda elə bir awkwardness yaradır, belə bir o an elə bil hamı başa düşür ki, kimsə kiməsə laf soxdu, belə bir ton belə dəyişir, ton dəyişir, evin atmosferi dəyişir, yəni evdə baş verirsə. Ay sağ ol. O ortamın atmosferi dəyişir falan. Bilmirəm, bəlkə də yəni çox hurt olduğum, təbii ki, burada personality çox böyük rol oynayır. Sən demişsən elə insansan ki, gedərsən, deyərsən lobuna, alnına yazdı. Amma mən də yəni lobuna da deyərəm, amma belə də eləyərəm yəni. Amma çox nadir. Çox nadirən, çox nadir. O hansı leveldə məni kimsə qıcıq eləməlidir. Gərək podkastdan sonra mənə danışasan, çox maraqlı gəldi ki, sən kimə sözümü demirsən. Okey. Zosi, bəs qisas alırsan? Mövzu bura gəlmişkən. Qisas ola bilər. Bəs səncə qisas soyuq servis olunmalıdır? 100%. Buz kimi. Onda deməli səndə o qalır, belə bir kin qalır bir müddət o adama sonra. Unudana qədər qalır, Amma yəni mən çox kinli insan deyiləm. Amma bilirsiniz nə var? Məsələn, kinli insan deyiləm deyirəm indi hal-hazırda, amma onu da yaşamışam ki,
həqiqətən də öz-özümə düşünmüşəm ki, okay, this happened and I forgot. Artıq mənim memorimdə yoxdur o. Amma onun vaxtı gələndə onunla ilgili belə bir qisas ala bilərəm. Mənə elə gəlir bu biraz subconscious bir şeydir. Mənə elə gəlir bəzi qisasları biz consciously deyil, subconsciously eləyirik, özümüzdən asılı olmayaraq. Çünki elə bilirik ki, unutmuşuq, bağışlamışıq, amma beynimizdə hələm o nətərsə qalır və düzgün vaxtı gələndə elə bil çıxır üzə. Mən belə düşünürəm, çünki bunu experience eləmişəm və sonra demişəm ki, hayda mən bunu niyə elədim? Öz-özümə sonra deyirəm, okey, sən bunu ona görə elədin ki, çünki 5 il əvvəl o da sənə bunu eləmişdi. Hətta çünki situasiyanı yəqin unudursan, amma o insanın sənə... Bir də beyninin harasındasa qalır da və elə bir subconscious alır o qisası, sən almırsan. Mən biraz ona inanıram. Bəlkə də ola bilər. Sən nə düşünürsən? Yadıma gəlmir yəni ki, deyim ki, qisas alasan kimdənsə. Yox, hətta məndə elə olub ki, məsələn, elə situasiya kimsə mənə məsələn haqsızlıq eləyib və mənə gəlib yanımdakı insanlar deyib ki, bax, qisas soyuq alınır. Bir müddət gözlə, sonra sən də ona bunu eləd. Amma yəni elə buraxıram, yəni mən insanları belə çox rahat buraxıram, yəni. Hətta sonra münasibətimi də davam edirəm o insanlarla elə məni hörт etmək üçün nəsə eləyib də tutaq ki, bir insan. Amma yoxdur məndə elə bil ki, o insanlara o qədər dəyər vermirəm, mənə elə gəlir. Heç vaxt heç kimdən qisas almamısan? Yox, yəni qarşılığında nəsə eləyirəm. Qisas da nəyə deyirsən? Yəni qisas deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni sənə kimsə... Ona bir pislik eləyirsən, çünki o sənə pislik eləyir. Kimsə səni incidibsə, sən də onu incidirsən belə məqsədli şəkildə. Amma tutaq ki, daha sonra da belə elə bir şeydir, yəqin ki. Yəqin ki, amma biraz mən onu daha soft, mən qisas deyəndə məsələn mənim beynimə belə planlı şəkildə gedim, kiminsə həyatını qaraldım. Yox, onu eləməmişəm, onu eləmərəm. Mən elə adamlar tanıyıram ki, qisas alırlar. Mən yəni elə o mənada məsələn elə qisas almamışam. Tutaq ki, gözləyirkən bir il sonra da ona qarşılığında başqa bir şey eləyir də, bildin? Və içi rahatlayır. Bir il tutub onu o şeyi əsəbi də ona qarşı ya da nədirsə hurt olub da, inciyib və bir il sonra eləyir və rahatlayır. Belə terapiya. O leveldə, yəni onu oturum, düşünüm, onun planını qurum ki, bu müddətdən sonra deyirəm də məndə necə olub ki, məsələn, məqsəd yönlü də nəsə pislik eləməmişəm, amma bir yaxşılıq eləyə bilərəm, onu eləməmişəm, let's say. Və çünki əslində ətrafımda o bundan əvvəlki podkastda danışdığımız kimi o validationu çox sevirəm. Ona görə ətrafımdakı insanlara bir şeylər eləmək, faydalı olmağı çox sevirəm. Amma məsələn hansısa anda nəyisə eləməyə bilərəm və o mənim personal choice-um olar ki, bunun üçün eləməyəcəm və onu mənim podsaznaniyam qisas üçün eləyir deyə düşünürəm. Amma məqsəd yönlü pislik planlı şəkildə, olur filmlərdə divara belə şəkillər falan, pinlər falan qoyurlar. Alnına pin yapışdırırlar. İplə belə birini o birisinə bağlayırlar. X çəkirlər ki. Ain't nobody got time for that. Ona vaxtımız yoxdur. I swear to God. Məncə də biz o leveldə çox şey almamışıq heç kəsdən. Yox, o qədər mən elə kini deyiləm. Bir də o beynimdə saxlamıram, o podsaznaniyanı qoysaq bir qağa, həqiqətən də bir çox şey yadımdan çıxır. Mən amma məsələn mənə kimsə belə o an incidibsə, anında mən də onun qarşılığında daha pis incidərəm, yəni o an. Dilindən. Yəni ki, o şeyi yaşadaram ona ki, yəni sən məni incitdin, al sənə incimək nə imiş. Sən kim köpək? Ki bəlkə də onu daha pis incitdim ki, onun elədiyindən nə bilim 50% daha çox ona ziyan vurdum. Amma qisas levelində qalmır. Mən kontur şeydən, atakadan çəkinirəm anında. Onu yerində bəlkə o an eləmirsən kontra-ataka. Ola bilər ki, yerində eləməyim. Kontra-atakadan bəzən çəkinə bilərəm. Məni Mars yönətir də Zosi. Mars da müharibə. Məni Venera Zosi. Sevgi, məhəbbət, belə şeylər. Can, necə fərqliyiz Zosi. Biz necə səndən yola gedirik? Ona görə yola gedirik də Zosi. 2 dənə Marsı burada təzəvvə gətir. Qırardıq bir-birimizi. Podkast boyu dalaşaq. Amma da maraqlı olardı, niyə? İstəyirdiniz biz belə videoda dalaşaq. Zosi, səncə podkast bizim münasibətimizi necə dəyişdi? Во-первых, biz səninlə Zosi non-stop chit-chat. Niyə? Mənə elə gəlir biz bu qədər onlayn söhbət eləmirdik, nə qədər podkastdan sonra başlamışıq söhbət eləməyə onlayn. Telefonla bir-birimizdən daha çox danışırıq. Gün ərzində bizim WhatsApp-ımız durmadan, yəni evolving də. Ay sağ ol. Mən bu gün səhər danışdığımız teksti, ora nəsə göndərmisən. Mən belə eləyirəm ki, gedim onu tapım. Biz bütün gün danışmağa başlamışıq. Biz bütün gün başlamışıq danışmağa və
Mən onun o tərəfini çox sevirəm. Mən bilmirdim ki, mən onun boşluğunu yaşayıram. Çünki normalda mən çox belə tekst eləyən tipaj deyiləm. Okay. Onu çox sevmirəm. Amma biz çox tekst eləyirik. Biz səninlə çox tekst eləyirik. Və eləyirik. uca başladın onu sevməyə. Nə maraqlı. Qaliba sevməyə başladım. Wow. Dediyim ki, belə indi hamı ilə tekst eləyirəm, amma yəni vaxtım yoxdur, amma indi Zosi ilə biz podkast, bu bir çox şeyləri eyni anda eləyirik. Ona görə həmişə danışırıq onunla və mən başa düşdüm ki, oh my god, biz bu qədər çiçət idi, qonşuyduk. Gəlirəm, düşürdü, məsələn, görüşürdük, gedirdik, gəzirdik, elirdik falan. Amma iminlə bu onlayn. Heç sən deməyənə ki, mən onu realize eləmirəm. Mənə elə gəlir, çünki sən normalda digər rəfiqələrindən də çox danışırsan telefonda. Amma mənimlə sən danışmırdın da telefonda. Sən deyəndən sonra mən onu realization indi yaşadım. Biz ancaq məqsəd yönlü sənlə nəyisə danışmaq üçün. Görüşmək üçün zat yazışırdıq. Amma belə oturaq görüşək. Hər gün səhərdən axşama danışmırıq. Biz bütün gün danışırıq. Bütün günü danışırıq. Danış, gəl sonra burada da danış. Sən deyəndə fərqinə vardım. Okay. Bu var. Sən nəyi görürsən? Mən sən nə düşünürəm? Məsələn, əslində çox riskli bir şeydir deyə düşünürəm. İkimiz də tutaq ki, rəfiqəyik, eyni yaşlardayıq, eyni backgrounddan gəlirik, eyni cinsdənik filan və bir yerdə bir iş görmək çox riskli bir şeydir. Yəni ki, tutmaz. Aramızda o dinamika olar olmaz və mən bununla bağlı çox şey də alıram insanlardan, feedback də alıram ki, necə risk elədiniz belə bir şeyə? Yox, yəni deyirlər ki, sizin aranızdakı şeyi hiss eləmək olur da ki, yəni real life-dakı dostluğunuzu bura ötürə bilirsiniz deyirlər. Yəni mənə elə gəlir ki, mən məsələn başlamadan ən çox bundan qorxurdum ki, ya orada bir ego savaşı olarsa, bir də Zosi məsələn Denən. Hadi. Zosi məsələn oyun oynayanda siz Zosini tanımırsınız yəni. Zosi də sizi tanımır. Mən oyunda mənim üçün hamı yaddır. Zosi qədər kompetitiv, Zosi qədər yəni mən udmalıyam, mən. Yəni o şey deyirlər. Rəqabət sevgisi. Amerikada bu deyirlər ki, əsas participation'dır. Yox. Əsas participation. Mən də elə insanam. Mən məsələn oyunda ancaq oyundan zövq alıram da. Rəqəmləri heç bilmirəm kim neçə qalıb. Zosi əzbərə bilir ki, 4 mənəm, sən 3-sən. İndi mən 5 oldumsa, o qədər belə şey də, yəni religiozna. Axırıncı dəfə səninlə durak oynayırdıq burada yadımda. Onu xatırlayırsan. Mən səni utdum orada. Görürsüz. Ona görə mən məsələn çəkinirdim. Mən 7-5 utdum səni orada. Bax görsən. Mən onda məsələn ondan bir çəkindim ki, bu Zosinin bu tərəfi burada bir patlamasın, başa düşdün? Ya da bu necəsə bizim, hətta sənə deyirdim ki, görəsən bizim dostluğumuz bundan zərər çəkər, yəni bir yerdə iş görürük də. Çünki gözümün qabağındakı misalların hamısında prosta biz buna iş kimi baxmırıq da. Bir şey edən hələ ki də biraz qoy. Qazanmağa başlayır. Yəni o çəkingələri gətirib pul üstündə dalaşırıq. Amma mənə elə gəlir ki, o çəkingə türkçədir yəqin ki, yəni o qorxularım hamısı sıfırlandı. Məndə heç elə qorxu olmayıb. Mən heç onu düşünməmişəm ki, ayda birdən Zosiyə. Mən overthink eləmişdim. Bu yox, belə olar, belə olar. Belə olmasa, belə olar, belə olmasa. Yox, vəbşə düşünməmişdim. Heç belə zero doubt var idi. Bir də o qədər spontane biz qərar verdik ki, bu podkastı başlamağa da və mən nəyi sevirəm? O lightness of being, lightness of starting something. Bakıdakı biznesimi də mən belə başlamışdım Zosi. Bilirsən necə? Bax belə in a blink heç nəyi düşünmədən prosta belə dive in elədim də onun içinə və o qədər yaxşı işlədi. Mən də qatılıram sənə. Eyni şeyi burada elə bil. Overthink eləmədən biz belə dive in elədik bunun içinə. Bir də mən elə hiss edirəm ki, biz illərdir bunu çəkirik. O gün Zosi ilə danışırıq ki, biz artıq fevral ayında açmışıq və mart ayında ilk epizodumuzu buraxmışıq. Fevralda daşı. Fevralda daşı biz ilk epizodumuzu çıxartmışıq. Elə bil ki, dünənlərim olub bu. Kabuta biz bunu ya da ki, elə bil illərdir eləyirik. Ya da elə bil illərdir eləyirik. Belə çox elə bil həmişə bunu eləmişik. Həmişə eləmişik zaten, kamera olmayıb. Bir də sən nəyə Zosi fikir verirəm? Məsələn, biz real həyatda bəlkə də bu qədər danışırdıq, yenə də çox danışırdıq filan. Amma bu mövzulara çox deep dive eləmirdik deyə. Elə bil ki, dostluğumuz nəinki risk
altına düşür. Nabarot biz elə bil ki, Expand əksinə, elədi. biz elə bil ki, biraz daha belə Genişlədi. açılırıq bir-birimizə. Mən səni çox fərqli yerlərdən tanıyıram. Məsələn də danışdıqca hansı point of nəzər nöqtələri və öyrənirəm nəzər Point of nöqtəsi. views. Nəzər nöqtəsi. Onları öyrənirik, bir-birimizin perspektivlərini daha çox, daha yaxşı başa düşməyə, 100%. daha yaxşı tanımağımıza səbəb oldu bu həm də. Yəni çox həyəcanlandırır bu fikir məni. Amma eyni zamanda da daha az biz başlamışıq əylənməyə. Onun fərqindəyəm. Çünki artıq podkast var həyatımızda və biz görüşdüyümüz vaxt bizim üçün məsələn karaoke eləmək, əylənmək idisə. Axırıncı dəfə biz nə vaxt eləmişik bunları? Podkastdan əvvəl Zosi. Oy da during podcast eləməmişik. Hətta sən reels düzəltmişdin. Hə, yadımda burada oturmuşduq, elə odur. Hə, bax elə odur yəni. Ən son səninlə əyləndiyimiz gün. Və bizim o Vinoşka nightlarımız üçün mən çox darıxıram. Yalan nə deyim. Ona görə podkast bizi pis vərdişlərimizdən uzaqlaşdırdı. Mən qatılmıram bunun pis vərdiş olmasına. Zərərli vərdişlərdən deyək. Bilmirəm. Kimə, nə üçün bilmirəm. Mən onu bilirəm ki, qan üçün yaxşıdır, ona görə Ay, içirəm. sağ ol. Hə, yəni bax o şeylər həyatımızda dəyişib. Çox maraqlıdır ki. Bundan sonra mənə elə gəlir ki, hər dəfə özümüzə belə bir reality check verərik məsələn. Bir də 6 ay sonra düşünərik ki, indi nə dəyişdi Zosilər üçün. Amma 100% qatılıram ki, bizi daha da yaxınlaşdırdı. Hər mövzuda yəni. 100%. Chit-chat, postoyanlı. Bir də bərabər bir iş görməyə başladıq. İş görməyin zövqü bir başqadır. Biz Zosi ilə bərabər nə bilim kurs keçmişik, bərabər başqa şeylər eləmişik. Başqa şeylər deyirəm, sən başa düşməyin. Səyahətlər eləmişik. Səyahətlər eləmişik. İndi də bərabər bir iş görürük. Bu bizim üçün yenilikdir. Ona görə yox Zosi, bizi bozmaz. Amma sən hər ehtimala qarşı buna göz qırpımı qoyarsan. Hər ehtimala qarşı yenə də nəzərlərinizi üzərimizdən alın. Əgər mənfi nəzərləriniz varsa, xoş nəzərlərinizlə biz tam əksinə qidalanırıq, yəni bizi xoşbəxt edir. Zosi, pis vərdiş, yaxşı vərdişdən danışmışkən, istəyirsən bilirsən nə haqqında danışaq. Sənin notlarının içində gördüm. Kognitiv dissonans. Nə yazmışam ora Zosi? Yazmısan, inanc və davranışlar arasında ziddiyyət yaşamaq. Mənim həyatım. Bir dəfə də bu haqqda yadında danışdıq ki, yəni belə fikirləşirsən ki, bunu çözmüşəm, amma gəlib ən mənasız qərarı verə bilirsən. Odur da, yəni mən belə başa düşdüm. Yəni ki, sənin prinsiplərin, inancların sənə başa salır ki, bu sənin üçün səhvdir, amma onları o an ignore edib gedib onu etmək. Right? Mən bunu biraz bilirsən necə başa düşürəm. Məsəl üçün o zərərli deyirsən, допустим, nə bilim, vayn içmək, alkoqol içmək, допустим, zərərli bir şeydir və sən onu içirsən, amma sən başa düşürsən ki, bu zərərlidir və o kognitiv dissonansı beyin onda yaşayır ki, nə vaxt ki bilir ki, bu sənə ziyanlıdır, amma sən onu upotreblять eləməyə davam eləyirsən. Və o an elə bilsən ya başlayırsan ona validation verməyə ki, buna ziyandır, buna da xeyirdir. Допустим, onda bir plus tapırsan, ya onu içməyi buraxırsan totally. Ki o kognitiv dissonans olmasın. Mən düşünmürəm bizim məsələn alkoqol qəbul eləməyimiz bizim üçün bir problem. Mən bunu misal kimi dedim. Axırıncı dəfə alkoqol nə vaxt? Yəni ki 15-20 gündə bir içirik. Yəni bunu mən misal olaraq dedim. Bizim üçün o zərər levelində olsa bəlkə onu yaşayardıq. Belə hər gün içirsən, hər gün özünə ziyan. Amma yəqin ki hansısa bizim də zərərli alışqanlıqlarımız, vərdişlərimiz var ki, bilsək də o bizə zərərdir. O var 100% var. Onu yaşayırsan, onun da yəqin ki bir psixoloji tərəfi var. O self-sabotaj deyirlər də, yəni özünə ziyan vurma. Onun hansısa yəqin ki levelında bir şeydir o, yəni sən dediyin misal imişdi, self-sabotaja çox oxşadı. Yəni o da hansısa bilmirəm Zosi, əmin deyiləm yesikəsinə. Nəyin zərərli, nəyin xeyirli ya da nəyin nə qədər zərərli olduğundan. Hamının set elədiyi zərərli, xeyirli şeylər var. İndi mən zarafatca deyirəm, vayn kimə xeyirli, kimə zərərli. Təbii ki, alkoqol da ziyandır, nə bilim, siqaret də ziyandır və yaxud digər şeylər. Bilirik ki, ziyandır da. Yəni bu hamının set elədiyi bir şeydir və biz bunu özümüzə açıqlaya bilirik nə üçün ziyandır. Amma
şeyləri danışa bilsək necə Ona da gələcəyik. Vur 100 olar, yəni Aynen. bizim buradakı Birdən səmimiyyət səviyyəmiz. Yəni elə istərdim ki, tam hər şey haqqında danışaq. O da gələcək. Zakadrın bir neçə discussionlar qoyduq. Dedik hələ ki onları sizə Kognitiv dissonansdan danışanda bütün şəxsi yaşadığımız kognitiv dissonansları hamısı yadımıza başladıq düşdü. aramızda burada müzakirəyə çıxartmağa. Siz nə kognitiv dissonans yaşayırsınız həyatınızda? Sonra bəs şeylər haqqında nə düşünürsən? Belə o psevdo sidqurular var, belə çıxırlar sosial mediaya və başlayırlar insanlara psevdo məsləhətlər verməyə. Gəl biraz ondan da danışaq. Opet qayıdırıq şeyə də, Zoysi. Özündə o audacity-ni görən insanlar. Yəni audacity-ni görmək deyil məncə, həm də trendə uymaqdır. Heç baxır ki, bunu 15 nəfər eləyir, mən də eləyim də. Mən niyə eləməyim ki? Biraz bəlkə deyirsən cahillik var işin içində. Yəni o heç prosta deyir ki, hamı eləyir, mən də eləyim. Başa düşdün? Mənim üçün o cahilliyin göstəricisidir. Hamı eləyirsə mən də eləyim. İndi biz də kimsə də bizə deyir, hamı podcast çəkir, siz də gəlib podcast çəkirsiniz. No, but it's not the same. Məsələn, bir də gördüm mənim qabağıma çıxır məsələn, o Reelstar 100% əminəm sizin də qabağınıza çıxır. Eyni sətir-bəsətir, söz-bəsöz hamısı eyni. Üzlər dəyişir. Like orada mən o şey oluram ki, dude biz bunu görmüşük də, yəni bunun orijinalını kimsə eləyib. Yəni biz həqiqətən elə təhlükəli dövrdə yaşayırıq ki, sosial media o qədər aldadıcıdır da. Məsələn, girirsən bir dənə post görsən də, reel görsən, deyir ki, araşdırmalara görə filan şey ziyandır. Kim araşdırıb, niyə araşdırıb? Bəlkə bu belə bir informasiya yoxdur. Amma insanlar belə durmadan informasiya. Bir də ümumiyyətlə o sosial mediada sosial medianın necə insanı yanıldan bir yer olduğu, orada yaradılan personajla real həyatla əlaqəsi yaşamışam məsələn. Görmüşəm hansısa insanı tanıyıram real həyatda. Bu insanın içini biçini bilirəm. Bunun əsəbi də görmüşəm, peaceful da görmüşəm. Yəni bilirəm də nədir xasiyyəti. Və orada göstərdiyinə mənim tanıdığım heç üst-üstə gəlmir də. Onu eləməyə nə var? Onda hamı dursun yerindən getsin, sən demir sit quruluq eləsin. Hərə 3 dənə cümlə öyrənsin, başlasın onu deməyə ekrana. I don't know. Mən onlardan impressed olmuram. Bəlkə də yəni şəxsi tanıdıqlarımı qoyuram bir qırağa, onlardan heç danışmıram. Amma o təkrarlanan fikirlər məni impress eləmir. Ora istəyirsən dünyanın ən influence eləyən mahnısını qoy background-da, yenə də mən eləmir, mən scroll eləyirəm. Mənim də tam dediyin kimi bizlə də bağlı o qorxum və narahatlığım var ki, bir dənə heç kəsə mesaj verməyək. Heç kəsə, yəni ki, yəni biz danışa-danışa əlbəttə hansısa fikir sizə ağlınıza uyur, məntiqli gəlir və bəlkə də o necəsə sizi şey eləyir, amma mən istəmərəm ki, sosial media bizim üçün elə bir vasitə olsun ki, mən götürüm buradan bir fikri səsləndim və onu hamıya. Çünki bu çox təhlükəli bir şey. Heç o responsibility-ni də öz üstümüzə götürmək istəmirik. O, yəni istəmirəm mən heç elə responsibility. Bir də bu çox təhlükəli bir şeydir. Məsələn, mən buradan oturub tutaq ki, desəm ki, sən ən yaxşı sənsən məsələn. Orada pedofil mənə baxır. Orada mənə hansısa nə bilim də cinayətkar baxır. Mən necə eyni mesajı hər kəsə xitab eləyə bilmərəm də. Yəni ki, mən düşünməliyəm bunun öhdəliyini. Mən heç o açıdan məsələn fikirləşməmişdim. Yəni bunun öhdəliyini nədir? Yəni ki, ola bilər sən özün haqqında belə düşünürsən ki, mən mükəmmələm, məndən yaxşı. Amma sən belə danışıb insanlara da və səni izləyən neqativ ya da o an belə çox pis plan quran adam da oturur ona baxır ki, mənim bütün qərarlarım ən düzgün məndir. Gedim onda elə bu cinayəti yerinə yetirim deyəcəksə, yəni o çox təhlükəli gəlir mənə. Ona görə də biz burada ona görə də heç çalışmırıq məsələn onu eləməyə və ümid edirəm ki, siz də bizdən belə bir mesaj alıb həyati qərarlar verəndə siz öz beyin, hamı öz beynini bir işlətsin. Biz elə özümüz figure out eləməmişik. Kimə nə mesaj göndərək? Yəni yarasaydı özümüzə yarardı on the first place. Yəni hər kəs öz başının məhsulu olan qərarlar versə və təsirə təbii ki, gözəl təsirlər də var. Təbii ki, nədənsə biz də bir film izləyirik, həyatımız dəyişir də. Bir də Zosi bilirsən mən nəyi sevmirəm? Amma bu deyil də o sosial mediadakı o deyil yəni. Və bir növ insanlarda bilirsiniz nəyi oyadırlar? O da bir sağlıqsız levela artıq gəlir çıxır. Hamı o qədər
özünü dünyanın mərkəzi sanmağa başlayır ki, hamı eyni mesajı ötürür axı, sən özəlsən, sən beləsən, sən eləsən, sən varsan və başqa heç kim yox. Təsəvvürə gətirin, hamı o düşüncə ilə yaşasa. Onda hədəsi o. Yəni biz dağıldı. onda nə olacaq? O community deyən bir şey qalmaz, onda hamı onda deyər ki, əsas mənəm. Mənəm bu romanın main characteri mənəm. Hamı main character olsa nə oldu onda? Hə, təbii ki, hərə öz həyatı üçün main characterdir. Hərənin öz həyatı var, öz kitabı yazırsan, öz həyatı yazırsan, o ayrı. Amma bir society-nin də içində sən bir society-nin bir parçasısan. Sən həm society-də main character, həm də öz həyatında main character ola bilmərsən. Ona görə onların o ötürdüyü mesajı mən bəyənmirəm. Sən belə, nə bilim, hamı yalan deyir, sən düz deyirsən. Yox, rəhimli mahnısı var deyə, mən səndən bir dənədirsə, məndən heç yoxdur. Yəni hamı açıq deyir ki, səndən bir dənədirsə, məndən heç yoxdur da. Yəni və bu çox sağlıqsızdır, honestly. Mənim fikrimcə bu sağlıqsızdır. Nəsə deyirəm, bu da ultimatum kimi səslənməsin. Yəni mənim öz şəxsi fikrimdir. Mən bunu sağlıqlı tapmıram, honestly. Yəni bu o notlarda olan o hiperindividualizm məncə budur da. Yəni ki, individualizm yaxşı bir şeydir. Yəni kollektivizmlə individualizmə keçiş mənə məsələn deqradasiya deyil də tam tərsi inkişaf kimi gəlir. Amma hiperindividualizm mənə deqradasiya kimi gəlir. Sən artıq yəni kollektivdən tamamilə ayrıldınsa, asosiallaşdıqca ki, həmişə dediyimiz kimi də, yəni biz insan olaraq sosial varlıqlarıq və bizim sağlamlığımız... Bayaqki fun fact-imi denən Zosi. Hə, bayaq bir fun fact Zosiyə göndərmişdim Instagramdakı. Dostlar insanların sağlamlığına necə xeyir imiş, sosiallaşmaq insanların qan-damar sistemini nə bilim 50 neçə faiz daha yaxşı işlədirmiş və infarkt və başqa bütün bu ürək xəstəliyi, ürək-damar xəstəliklərinin artmasının səbəbi asosiallaşmaq imiş. Və bu hiperindividuallaşma gedir. Yəni sən əgər düşünəndə ki, dünyanın mərkəzi mənəm, ancaq mənə pislik olunur, qarşı tərəfin fikrinə heç bir empatiya qurmadan, qarşı tərəfin nə hiss etdiyini düşünmədən, ancaq özüvə fokuslanaraq... Baxacaqsan ki, elə fokus sənsən, ancaq yaşadıqca o hiperindividualizmi daha çox inkişaf etdirirsən və sonunda hamımız həqiqətən elə olsaq, məsələn, nə bu podkast olar, nə Zosilər olar, nə biz bir community yarada bilərik. Biz elə ancaq özümüz, mən, burada mənəm, Bəğdəddə Kor Xəlifə. O güya sən də, siz hamı individuallaşma gedir güya dırnaq arası. Amma baxırsan ki, onlar hamısı yenə eyni prototipin produktudurlar. Baxırsan ki, eyni həyat o da individualizmdir, klonlardır, bir-birinin klonları. O mənə o qədər yapmaca gəlir ki, orada mən bir personality görmürəm. Orada mən hansısa bir valnanın, yaradılmış bir hype-ın produktunu görürəm. O da elədir, bu birisi də elədir, bu bir. Hamısı eyni cümlələrlə danışır, hamısı o mənim mental health-ım, mən və mənim pisim, bəsdir sən Allah. Elə bil ki, bu sosial medianın zibilləri kimi gəlir mənə ki, elə bil insanlar indi nə trenddir, indi nə tutur üçün eləyir hər şeyi. Bilirsən sorun nədir? Hətta indi sosial medianın nə qədər pis yer olduğunu hamımız anlayırıq, amma sosial medianın çox yaxşı tərəfləri də var axı. Biz indi onu da deny edə bilmərik də. Nə qədər pis tərəfi varsa, bir o qədər də yaxşı tərəfləri də var. Daha doğrusu sosial mediaya monetizasiya gələndən sonrakı zibillərdir bu. Əvvəllər yox idi, reklam yox idi, pul qazanmaq yox idi filan. Hamı daha çox özü idi. İndi sən demiş, mən özüm üçün də məsələn düşünürəm ki, mən daxil heç kəs Instagramda özü deyil. Yəni hamı bir şey yaradır da, bir persona yaradır orada. Və istər-istəməz o engagement rate-lər üçün insanlar başlayır sosial medianı işlətməyə. Yəni əvvəllər sən onu daha real özün olduğun üçün, dostların üçün eləyirdinsə, indi sən daha böyük bir auditoriya üçün başlayırsan falan eləməyə və onun elə bil ki, zibilləridir. Yəni insanlar okey, bunu elədilər və popularlaşdılar, mən də eləyim, popularlaşım dərdi ilə onu eləyir hardasa. Amma mən onu hiss eləyirəm də, Zosi, sən də mənə elə gəlir hiss eləyirsən. O qədər eyni şey eləyən insanlar var ki, amma biz yenə də kim bizim diqqətimizi cəlb eləyir, o 3-5 nəfər cəlb eləyir. Fərqli davrananlar. Kim ki həqiqətən də ora özündən bir parça qoyur,
o səndə bir klik yaradır. Həqiqətən görürsən ki, sən очередной bir produkta baxmırsan, hansı ki, yəni bundan 5 dəqiqə əvvəl eyni reelsi çəkən başqa bir insanı görmüşdün. Sən artıq özünə məxsusluq görürsən və o klik yaradır. Mən düşünürəm ki, monetize elə, okey, başa düşürəm, bu artıq yeni dünyadır və Instagram özü böyük bir iş yeridir insanlar üçün. Normaldır, bunu deny eləmirəm. Çox gözəl də ki var, insanlar pul qazanır. Təbii ki. Amma orada bir doli yaratmada, orada bir, yəni özündən bir parça qoy. Mənə elə gəlir, özündən bir parça qoyanda это откликается больше. Bilmirəm niyə? Çünki məsələn bu ən tez vaxtda ala biləcəyimiz dopamini ki, məsələn o reellərə baxaraq alırıq. Əslində hər adamın da alqoritmi bir-birinin təkrarıdır. Mən məsələn öz alqoritmə girəm, 30 dənə imенно mənim baxıb güləcəyim reel çıxır da mənə və o bilir ki, mənim topiklərim çox dardır da. Bəlkə də kiminsə topikləri o self-help, self-love'dır deyə, whatever. O da onlara baxıb zövq alır da, bildin? Yəni sənlə bizim də baxdığımız şeylər hamısı bir-birini təkrardır. Bir türklər eyni şeyi çəkir, bir ruslar, bir ingilislər, biz onlardan yenə də baxırıq da. Biz fərq. Amma hamısını bəyənmirik. Variety bir topiklərə baxmır. Mən məsələn özüm 3 dənə bilirəm söz. Mənim alqoritmim 3 topikdən ibarət. Bitdi. Deməli ki, görsən insan o belə də o ən hızlı, ən sürətli dopamin bilirəm axı bu 3 şeydən 100% dopamin alacağam və ancaq onları çıxardır mənə. Amma məsələn risk edib nə bilim çay, balıq tutan adamı mənə çıxartmır ki, bu qız bəlkə onu bəyənməz. Bilirsən kimlər çıxır Zosi? Bilmirəm hansı ölkəyə aiddirlər. Ay Allah, onlara baxanda ürəyim əsirdirəm, bu dəqiqə yıxılıb öləcək. Bal toplayan insanlardır. Hansısa Afrikada da hardasa səhv eləmirəmsə, hansı ağaclara qalxırlar, ayaqyalın, o belə bir böyük kinjalla o balın pətəyi. Sənə niyə belə şey çıxır Zosi? Alqoritmi var. Və mən ondan həzz alıram. Sən baxırsan elə şeylərə. Çox maraqlıdır mənə sənin alqoritmin. Gir bax həyata. Bir dəfə açaq bir-birimizin reellərini scroll eləyək də. Vəbşə biz problem. Aşağı yuxarı eynidir amma Zosi. Baxıram sənin layqların çıxır da mənə. Məndə arı pətəyi heç vaxt çıxmır. Arı pətəyi çıxmır. Sən kiminsə yemək videoları da çıxmır. Görsən. Deməli bizdə onlar fərqlidir. Amma bayaq bir şey demək istirdim. Məsəl üçün özümdən götürürəm, şəxsi təcrübəmdən götürürəm. Həqiqətən bəlkə də başqa insanlar başqa şeylərdən həzz alırlar. Amma indi hal-hazırda Instagramda dump scrolling eləyəndə qabağıma çıxan videolardan mənim kim ki görürəm ki, ay indi bu dəqiqə ağıllı bir fikir söyləyəcəkdim. Mən onu sразу keçirəm. O mənə уже maraqlı deyil. Mən ora əyləncə üçün girirəm. Onda bizə görə baxmasınlar. Biz zaten əylənirik də. Danışırıq da. Yəni talking heads səni rahatsız edir. Talking heads də yox, Zosi. O ağıllı danışırlar bəzən. Görürsən belə ağıllı. Hə, yo mən sevirəm Zosi. Mən sevmirəm. İntellektual content məndə çox. Yox, o intellektual deyil. That's not intellectual. That's not. What I'm talking about is not. Sən deyən şeydir. Mən deyən o başa deyil. Başa düşdüm hə, yəni ki daha çox mən həyatı çözdüm. Mən onlara uyuz oluram honestly. Mənə onlar heç çıxmır Zosi. Mənə də onlar heç. Bir ara mənə çıxırdı. Yəqin ki də biz onları baxmamışıq deyə. Mən videoma uninterested olmuşam, уже çıxmır, amma əvvəllər çox çıxırdı. Və elə content mən sizinlə raw content olur. Məsələn baxıram ki, qızlar F şəraitində belə nəsə maraqlı bir video çəkiblər. Heç bəlkə də hazırlaşmır o videoda ya da nə qızlar spion kimi qayıdırlar. Ən sevdiyim o rəfiqələr, o türklər ona qız neşəsi deyir. Yəni o şey hashtaglə olan bütün videolara baxıram. Raw materiala mənim ürəyim gedir. O perfect picture falan belə yaradırlar, dəridən qabıqdan çıxırlar. O mənə maraqlı deyil. Ya qatılıram sənə Zosi. Halo. Zəhləm gedirdi o mahnıdan. Niyə? Mən çox sevirdim o mahnını. Beyoncé-nin tək sevdiyim mahnısı Halo olub. Beyoncé-ni çox sevirdim vaxtı ikən. You're my halo. Ölürdüm mən o mahnı üçün. Baba belə şeylərdir mənə uyuz eləyən Zosi. Ən yuxarıda. Bu mənə çıxır. Mənə də orada çıxır imanla. Çıxmadı, qardaş istəmirəm də. Halo effektindən danışaq Zosi. Danışaq. Halo bu şeydir də o mələklərin başının üstündəki o halqa.
Yer tapmıram. Və halo effekti mən 100% məndə o problem var. Mən idealizirsən insanları. Mən insanlara halo effektinə görə onların mənfilərini görməyə bilirəm. Yəni mən insanın o qədər xoşum gəlir ki, əvvəl başa salaq da. Halo effekti nədir? Halo effektini bir explain. Halo effekti odur ki, sən bir insan sənə belə çox işıqlı gəlir və sən onun o işığından o qədər təsirlənirsən və onu o qədər bəyənirsən ki, sən onun mənfilərini görmürsən. Uzun müddət görmürsən. Hə? Nə? Mən. Halo effekt. Sənin mənfilərin yoxdur həyatım. Yoxdur, hə? Yoxdur. Mən də belə düşünürəm. Mən çox bayaqki o adam sənsən, özündə mənfiləri görə bilməyən insan. Ölürəm və hər podkastın axırında bir realizasiya gəlirəm. Yox, illa kimin üçünsə səndə bir çox mənfi var, məndə də. Çox. Amma mənim üçün sənin mənfilərin məndə işləyir. Mənim mənfilərim də səndə işləyir. Ona görə biz bir-birimizlə yola gedirik. Amma elə insanlar, məndə məsələn o yanılmaya düşürəm Zosi. Mən birindən çox xoşum gəlir insan olaraq, dost olaraq, rəfiqə olaraq fərqi yoxdur. Artıq ancaq ondan xoşum gəlməsinə fokuslanıram. Mənfilərini görmürəm. Ya mənfilərini belə altdan alıram until tam o ana kimi ki, o insan səni yəni ki apartaç eləyir. Bura belə istəmirəm heç bir detal verməyi də çünki. Do you have that? Səndə var o halo effekti insanlarda? İndi sən deyəndə çünki başa düşdüm ki var. İndiyənə qədər bilmirdim ki var. Çünki elə insanlar var ki, məsələn biri ilə tanış olanda şübhəci xarakterli insanlar və yaxud da o ilk impressiondan insan haqqında fikir bildirmirlər. Onlara bir vaxt lazımdır observ eləsin insanı. Həmən demir ki, bu yaxşıdır və yaxud pisdir. Ya da ki, məsələn, mən deyən insan tipi tam tərsi ilk görüşdə başlayır mənfilərə. Çünki o belə həyatda qalma instinkti, özünü qoruma instinkti ilə o səndə mənfi axtarır. Biz biraz o mövzuda belə daha çox müsbət, və başqa şeylərdə də belədir Zosi. Mən də ilk müsbətlərə odaqlanıram. Mən məsələn yadımdadır ki, bir ev kiralayanda filan da Amerikada. Ev dostlarımla New Yorkda yaşadığım. Biz 4 nəfər idi və 3 nəfər belə şey idi. Hər şeydə pozitiv görən, belə maymaq xarakteri, romantik adamlar. Bir nəfər var idi ki, məsələn, rasional insandır. Və o da ki, rasional deyil, negativdir. Hər şeydə negativ görən insan. Biz belə, burada kofe içərsən bu mənzərə, orada bu tarakanlar belə gəzir. Mən o tarakanı görmürəm. Mən orada, burada kofe içərəm bu mənzərə. Mənzərə də şey deyə, metro keçir. New York reality'də. Amma onu belə öz gözümdə balaca şeyi böyük göstərirəm. Qatılıram sənə Zosi. Patolog buramızdadır, biz onu görmürük, amma görürük ki, nə bilim şeyin dizaynı nə qəşəng. O bir adam deyir ki, siz normalsınız, siz görmürsünüz, bu ev üstümüzə yıxılır məsələn. Ya o elə şeylərdə məndə məsələn realist azdır. Elə şeylərdə məndə realist yüksəkdir. Görürsən, və mən çox titizəm elə şeylərdə. Hər detalına diqqət eləyərəm. O komfort çox sevirəm də. Məsələn, mənzərə mənim vecimə olmaz. Mən rahatım olsun. Məndə də ancaq romantik həyatı o kino kimi olsun, amma o kino dram da ola bilər, tragediya da ola bilər. Amma insanlarda məndə o var. Və sən danışanda məsələn, bəlkə də direkt soruşsaydın, deyərdim yoxdur. Amma o açıqlamanı ki verdim, başa düşdüm ki, məndə o həqiqətən də olubdur ki, özümə ziyan verəcək qədər bəlkə o halo effekti yaşamışam ki, konduramamışam türklər demiş insana həmin o negativitini. Bəlkə də özümə də onu şey eləməmişəm, konfess eləməmişəm. Nədir Azərbaycan dilində? Etiraf eləməmişəm ki, əslində sənin gördüyün bu deyil, budur. Özümə etiraf eləməmişəm onu, naborot həmişə özümə demişəm ki, yox, bu belə hər şeyə justification tapmaq da, Zosi, bir də o var. Məsələn, o halo effektlə insanın bütün mənfilərinə sən elə bir pozitivlə üstünü örtməyə çalışırsan və o məndə də olubdur. Nadiyəyiz bundan sonra olmaz. Bunu da artıq yaşımıza və experience-ımıza verirəm ki, indən sonra hər halda daha ayıq yanaşarıq insanlara deyə düşünürəm. Bilmirəm. Mənə elə gəlir ki, o bizim ikimizdə də oxarıq. Bir insandan çox xoşumuz gələndə çox yaxına, çox tez buraxırdıq əvvəllər. Bəlkə indi bundan sonra biraz daha sən demiş ehtiyatlı olarıq bu mövzuda. Amma yəni əmin də deyiləm. Çünki elə bir şeydir ki, məndə məsələn səndə də yəni bir şey levelında yaşanır. Belə birinə ki,
ilk baxışdan eşq kimi yaşanır. Yəni birindən çox xoşum gəlir və ancaq ona fokuslanıram. Başqa bir şeyə fokuslana bilmirəm və istəmsiz olaraq o adamı çox yaxına buraxa bilirəm. Və bunu kontrol edə bilmirəm. Əgər aranızda belə insanlar varsa, bizə məsləhət verin. Necə eləmək olar ki, məsələn, mən özümdə bunu necə qıra bilərəm, Zosi? Yox, indi düşünmürəm ki, Zosi, mənə elə gəlir sən də artıq o qədər yaxınlığı buraxmırsan. Mənə elə gəlir o bir müddət oldu ki, nə bilim, biraz daha gəncsən, daha da çox sosiallaşsan. Bir də onu da deyim ki, son zamanlarda yəni Zosi və bəlli 3-5 nəfərdən başqa qıraqda gedib sosiallaşmıram çox və deyim ki, gündə yeni insanlar tanımaq fürsətim olur. Elə bir istəyim də yoxdur, nə yalan deyim. Amma elə bir fürsətim də yoxdur ki, gedim yeni insanlarla tanış olum və yəni son 1-2 ildə məsələn deyə bilərəm ki, həyatıma neçə dənə mənim yeni insan giribdi. Mənim çox yaxınlıq dərəcəsində. No, not many. Mənə Yox, mənim elə yəni çox yaxınlıq olaraq çox girməyib, amma mən məsələn məndə o xarakter hələ də var. Tutaq ki, təzəlikcə İstanbula neçə dəfə gedib gəlmişəmsə, məsələn, orada kimlənsə dost olub belə ilk gündə ona bütün həyatımı danışa bilərəm yəni. Amma o başqa şeydir. O başqa şeydir. Yadında danışırdıq səninlə. Gedirsən məsələn, sən məsələn çox özünü açıb həmən hər şeyi danışan insan deyilsən, amma gedirsən hansısa bara, hamıyla hər şeyi açıb danışan insanam. Danışansan. Overshare'am mən. Saxlaya bilmirəm, informasiya məndə qalmır. Amma yəni az insanı bəyənirəm. Çox pis səslənir. Ancaq gözəlləri bəyənirəm. Amma bəyəndiyim insana da çox açıram. Gözəl deyilsinizsə you don't have any chances. Yox, elə deyil. Məncə hər insan gözəldir. Of course. Ya onu da gərək dəyişim. Gözəl dostlarımı azaldım gərək, eliminate edeyim. Start with me, Zosi. Yəni özünə gözəldir. Yəni sənin sayəndə özümə gözəl deməyə Zosi, başladım. amma 35 yaşımdan ciddiyəm. sonra. Yəni mən özümdə bunu çox dəyişmək istəyirəm, Zosi. Mən buna əziyyət çəkirəm. Yəni ya heç kəsi yaxınıma buraxmıram, ya da mən dost insan ola bilmirəm. Mən meymun ola bilirəm. Bəlkə o bir ehtiyacıdır. Ziyanımadır da, Zosi. Niyə ziyanımadır ki? Yəni ziyanlı şeylər də bir an sənə ehtiyac. Necə niyə ziyanımadır, Zosi? Yox, həyatımın içinə soxma da. Həyatımın içinə çox soxma insanları, ona qatılıram. Yəni bu dünəndən tanış olduğun insan bu gün sənin evində divanında kravatda. Qariban. Divan deyəndə ancaq o gəlir ağlıma. Yəni dünəndən tanış olduğun insandan bu günlərim kanka olmadı. Mən oyam, Zosi. Mən oyam. Mən 2 dəfə səninlə görüşüm, 3-cü deyim gəl bizdə qal. Yırçım. Toyuq kartoşka. Bax o mənim ən əziyyət çəkdiyim və dəyişə bilmədiyim. Ya sosial deyiləm, sosialamsa da çox sosialam. Sonra da yəni deyirəm ki, mən niyə bu insana bu qədər halo effektinə görə güvəndim? Problem məndədir. O fictional karakter yaratmaq məsələsi də. Hamısı çox kitab oxumaqdan da Zosi. Nə əlaqəsi var, Zosi? Deyirəm də Zosi. Boşluğu dolduram denən Zosi. Səssizlik olmasın və mən narahat olmayım deyə danışdım. Mənim səssizlik kompleksim var da, bilirsiniz dostlar. Keçənki epizodda bu haqda danışmışıq. Zarafat bir yana, mən də bunun üstündə işləyirəm ki, səssizlik is okay, normal. Mən podkastda da səssizlik yoxdur, bura danışmağa gəlmişik. Amma normalda da zaten üstündə işlədiyim bir şeydir. Zosi, bax məsələn indi səssizliyə qayıtmışkən bizə mən necə səssizlik? Sən orada sonra evdə baxanda, podkastda, orada şeydən danışsan, kofe içəndə falan. Amma tək kofe içmirsən axı insanlarla. Məsələn, kimlənsə tutaq ki, getmisiniz harasa, sırada nəsə gözləyirsiniz və orada bir səssizlik yaranır. Ya da bir yerdə maşında gedirsən kimlənsə yarım saat. O səssizliklərdə də səssiz qalmaq səni narahat edir. Məsələn, maşında kimlənsə. Heç olmasa mane olsun maşında. Hə, çünki səssiz olsaz səni narahat edir. Hə, o mənə awkward hiss elətdir. Deməli, yəni tək kafedə deyil. Çünki kafe daha bir şeydir. Orada zaten hamı danışır bir-biri ilə. Amma orada da sən deməli. Məsələn, maşınla, gözəl misaldır. Maşınla gedirəm kimlənsə, yəni prosto tak düppədüz yox. Gedə bilmirsən. Heç olmasa mahnı qoş da orada fonda nəsə. Mən o white çox sevirəm. Hətta mənim yanımda universitetdə biz oxuyanda roommate-lərim var idi və biz eyni avtobusla kampüsə gedən şeyimiz var idi, servis var idi, aparırdı bizi kampüsə
Və mən roommate-lerimlə eyni avtobusda getsəm, onlar bütün yolu danışırdı da, məsələn 40 dəqiqə. Başa düşdün? Mən ona görə səhər 5-də oyanırdım ki, mən tək gedim. Və gəlib universitetdə 2 saat belə otururdum. Avtobusda səssiz olum. Orada 2 saat səssiz olum ki, tək mənim o yoldakı səssizlik və o musiqi zövqüm yanımdakı məndən dırdırdır danışmağı ilə şey olmasın deyə. Amma bax, mən tək yol getməyi də sevirəm Zosi. Kampaniya olmayanda, məsələn tək gedəndə o səssizlikdən necə yəni mən onu çox seçirəm. Hər dəfə 5-də oyanmaq okeydim ki, təki o yalnız və amma o məsələn ya da tutaq ki, İstanbulda olur da kimlənsə tanışındır, rəfiqəndir ya da nədir, yol gedirsən də 40 dəqiqə vapurda. Məsələn mən onda da danışmıram ya. Yanımdakı çox awkward hiss eləyirəm. Üzümü çevirirəm, dənizə baxıram. Ay mən niyə səninlə danışmalıyam? Heç çatacağımız yerdən sonra o yemək yeyəndə danışacağıq da. Sən bilirsən, 40 dəqiqə mənimdir. Mən bu haqqda ümumiyyətlə dərindən başladım düşünməyə. Biz bu haqqda danışandan sonram. Yoxsa mən belə normalda oturub bunu question etməmişəm daha əvvəl və ona görə danışa-danışa başa düşdüm ki, bunlar hamısı məndə varmış. Mən səssizliyi doldururmuşam indiyənə qədər. Və indi başa düşürəm ki, it's okay. Yəni səssizlik is normal. Sən bəzən danışmaya da bilərsən, o ehtiyacı özündə bizim münasibətdə sən çox səssiz ola bilirsən, rahat. Səndə o şey. Sənlə mən evdəki kimiyəm də. Gəlib divanında oturub səhərimiz öz telefonumuzda belə bir 10-15 dəqiqə bura ya da New York'a gedirik, yan-yana oturmuşuq, mecbur deyilik də 4 saat danışıq. Ay sağ ol, 4 saat, exactly. Biz çox rahatıq oteldə, hər öz işindən məşğul ola bilirik. Səninlə onu qiyaslamıram 100%. Yəni ailə üzvlərimlə də onu qiyaslamıram. O başqa leveldir da. Amma yəni başqaları ilə həqiqətən də başa düşdüm ki, məndə o ehtiyac var imiş niyəsə. Və yaxşı bir şey deyil deyə, yəni bu nəticəyə gəldim. Ona görə üstündə işləyəcəm, bunu dəyişəcəm. Gələn epizodda bizə update verərsən bu mövzuda. Kimi görürəm Zosi, kimdən otururam, kimdən tanış oluram. Deyirəm də, Zosi, situational bir şeydir səninki. Yəni bizim Amerikadakı həyat tərzimizdə də sən məndən soruşsan ki, kimlə səssiz qalmısan, mənim nümunələr yadıma düşmür. Çünki o qədər az və limitli nələrsə eləyirik. Çünki buradakı həyatımız belə iş, güc, yəni başqa şeylərə məşğulluq da. İnsanı çox şeyə soxur, sistemin içinə. Aysə, ona görə mən də düşünəndə, məsələn, İstanbul vapur yadıma düşdü ki, okey, ən son orada. Burada nəsə yadıma düşmədi. Buradan kimdən səssiz qalmışam ki, kimdən görüşürəm ki, səssizdə qalım. Çox kötü. Yox, amma olur məsələn qonaq kimsə gəlib bizə, məsələn, mən səssiz ola bilirəm onunla. Amma mənim evimə kimsə qonaq gəlsə, mən elə bir klounam, başa düşdüm. Mən make sure eləməliyəm ki, o insan mənim evimdə yaxşı vaxt keçirir. Dinə nə olub? Mən heç elə deyiləm, yəni mən çox belə şeyəm. Var məndə. Qonaqsan, otur televizora bax da. Mən nənəyəm Zosi. Kartof, soğan, gəlçin, mən oyam. Sən osan, Zosi. Aşırı. Nə gözəl, o yaxşı bir tərəfindir. Sən yaxşı hostsan, yəni. Yaxşı ev sahibisən. Sevirəm amma, həm də sevirəm. Yəni kalabalıq olsun, evimə gəlsinlər, sevirəm. Ona görə həmişə host eləyirəm Zosi. Of course. Siz maşallah nə boyda bir ailəsiz, həmişə sizin evdə gedişlər gəlir. Çox danışdıq Zosi səncə. Saat neçədir? Zosi danışdıq. Dilotu yemişəm. 11:20. More than enough. Bizim hal-hazırda saatımız 11:20-dir və mənim yatmaq saatım 1 saat bundan əvvəl başlayıbdı. Sizin üçün verdiyimiz qurbanlar. Mənim beauty sleepim nə olacaq? Bir dənə türk qahvəsi almışam, kakuleli. Nə pis adı var? Onu mən içəndə özümdə test etmədim. Mən espresso içirəm gündə 2 dəfə, hərəsi 2 saat. Mən yatıram axşam, yəni bu saatda yuxuluyuram. O kakulelini mən içəndə Zosi. Hardan almısan kakulelini? Türkiyədən? Türkiyədən gətirmişəm. Mütləq sənə də gətirəcəm. Mənim podruqam Türkiyədən kofe gətirib. Düzdür, kakuleli deyil, olsaydı yadımda qalardı. Amma heç bir təsiri yoxdur. Mən bugün 2 dənə türk kafesi içmişəm. Çünki kofem bitmişdi, normal kofem bitmişdi. Ona görə 2 dənə türk kafesi içdim. Hə, bilmirəm. Mən bunu elə bil ki şeydən almışdım da, hansısa local bir yerdən, yəni belə şey zaddadır, Mehmet Əfəndi də deyil. Qəribə belə bir çox keyfiyyətlidir sadəcə kofesi. İndi mən elə bilirəm ki, axşam 9-dur. Heç sən 1 saat daha danışarıq. Ya bugün çox gözəl danışdıq. Çox gözəl danışdıq. Maraqlı bir şey yəqin ki olmadı, amma bugün yorğunluq bizi nə olar yorğunluğumuza verin. Xahiş edirik günün emojisini gəlsət eləyək. Günün emojisi Halo-lu mələk. Hə. Və bugün danışdığımız mövzulardan hansı haqqında fikriniz varsa yazın, oxuyaq, suallarınız yarandısa bugün danışdığımız şeylər və yaxud
gələcəkdə müzakirə etməyimizi istədiyiniz mövzular varsa yazın. Hamısını bir-bir oxuyuruq və ümid edirik ki, gələn epizodu çəkənə qədər gözəl suallarınız olacaq. Onların əsasında da yeni mövzuları açmış olarıq. Çox sağ olun. Bizə abunə olun. Xahiş eləyirik. Çox sağ olun. Gələn görüşə qədər. Bye.